Masallı rayonunda 13 yaşlı qıza təcavüz edilib. Məlumata görə hadisə rayonun Dadva kəndindəki meşə zolağında baş verib. Masallı rayon sakini 2004-cü il təvəllüdlü Davud Ağayev rayon sakini 13 yaşlı qızla tanış olub. Bir müddətdən sonra Davudla qız arasında sevgi münasibətləri yaranıb və onlar tez-tez görüşməyə başlayıblar. Bir gün Davud qızı görüş adı ilə aldadaraq Dadva kəndindəki meşə zolağına gətirib. O həmin ərazidə qıza təcavüz edib. Bu hadisədən sonra Davudla yaşlı qız yenidən sevgi münasibətlərini davam etdirib. Mütəmadi cinsi əlaqədə olublar. Bir müddətdən sonra qızda hamiləlik dövrü başlayıb və bu barədə onun ailə üzvləri polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Davud Ağayev saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. İstintaq müddətində onların övladları dünyaya gəlib və Davud övladını saxlayacağına söz verib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı dövründə qız Davud Ağayevlə sevgili olduğunu bildirib və öz xahişi ilə cinsi əlaqədə olduğunu deyib. Məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Davud Ağayev 6 il azadlıqdan məhrum edilsə də, ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və ona verilən cəza şərt hesab olunub.